Belə 43-cü polis idarəsi o. Rəis kimi, nə rəisdir, az qaldı ki, məni şirrələsin. Allah görür göydə. Nə olar adam yaşlı olanda? Adamın deməli, özün paxonlusan, deməli, bizim mənim gözümü çıxarmalısan. 500 manat həyat yoldaşımı, inan Allah, oruç özür. Bir danışıram, 500 məni, 500 də birinci yoldaşımı elədi 500. O sula verdi. Mən də getdim, heç bir həftə çəkmədi. Mən getdim, da mənə də elədi 500 manat. Getdim icrayı dedim ki, bu nə olan şeydir? Qayıtdı ki, sən gəlməyə verməsən, pensiyadan çıxaram. Mən də qışqırdım, onda Nəriman müəllim rəis idi, bu zətdə 43-cü polis idarəsi. Mənim deməli qaytardı, 3 dəfə çağırdılar onu, suda gəlmədi. Balaca oğlumu örgədirlər gecə saat 2-də, o ruhu xəstədir. Adı Kazım Otali Şirinbala oğlu. Örgədirlər, 3 dənə tovuqdur, saat 2-də 3-də gəlib içinə. Gəlib örgədirlər, hər ikisi də oğlanların, biri Bayis, biri də Talih. 3 dənə tovuqdur. Belə nəsə deyirəm də, hərdən yaşlı adamım, çıxıram bir də baxıram onlara. Gəlib 3-də saat, 3-də tovuqları aparmağa. Bir gün də apardılar, saxladılar, səhər buraxdılar onu. Mənim yoldaşımdan dəniz qırağında, Novxanda hamısı şahiddir mənim. Bütün pansiyyatım bir görüb. Hamısı görüb ki, mən orayı necə əziyyətinə vaxt düzəlmişəm. Deməli, götürüb 1 milyon satıb, onunla yoldaşım kimin ondan rəhməti gedəndən sonra Qulev Nigar. Nərgiz var, qızım. Kazım o, Nərgiz Şirinbala qızı. Kazım o, Semih Şirinbala. Mən valla qalmışam ki, ev tikdirə. Belə hökm olar, belə zad olur, gün olar. Daha yer qalmayıb, mən gedirəm. Gülüm gedirəm, hara gedirəm, qalıram mərtəki. Nəyə görə beləsinə zülüm olar? Bu yaşında gəlmişəm, mən diri-diri istəyirlər ki, məni bastırsınlar. Öydü, gəl bu, neçələrdir mən qalmışım küsələr, xahiş edirəm. Mənim sesimə ses versinlər. Bəsdirin, yığışdırın, görürsən, bu zamanədə belə oğul, belə qız olar. Allah Teala görməyir, göydə Allah var.